Audiovizual Şuranın təşkilatçılığı ilə yerüstü, peyk və platforma yayma aparan televiziya kanallarının nümayəndələri üçün audiovizual mediada bərabərlik və informasiya əlçatanlıq mövzusunda görüş keçirilib. 17 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə audiovizual mediada bərabərlik və informasiyaya əlçatanlıq mövzusunda görüş keçirilmişdir. Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən televiziya yayımçılarının nümayəndələri, o cümlədən qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak etmişdir. Biz Audiovizual Şura olaraq digər yayımçıların da, özəl yayımçıların da bu prosesə qoşulmasını arzu edirik. Bu məsələnin təşviq olunmasında maraqlıyıq və təqdir edirik. Hesab edirəm ki, bu həm Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalar, həm Azərbaycan Respublikasının qanunvericiliyi, ümumiyyətlə cəmiyyət olaraq deməli əlilliyi olan şəxslərin cəmiyyətin bütün sahələrinə fəal şəkildə inteqrasiyası baxımından, onların informasiya əlçatanlığının təmin olunması baxımından olduqca vacib bir məsələdir. Düşünürəm ki, bütün yayımçılar dövlət kanalı ilə, ictimai yayımçı ilə yanaşı özəl yayımçılar da bu prosesə qoşulacaqlar. Bu istiqamətdə də biz fəaliyyətimizi davam etdirəcəyik. Onlara dəstək olmaqda deməli işimizi davam etdirəcəyik. Mediada, o cümlədən audiovizual mediada hamı üçün bərabər imkanlar olmalıdır. Fiziki göstəricilərə, əlilliyə baxmayaraq hamının xəbərlərə, gündəlik aktual və cari məsələlərə çıxışı, əlçatanlığı təmin edilməlidir. Bu fikirləri Azərbaycan Respublikası Audiovizual Şurasının təşkilatçılığı ilə Bakıda keçirilən audiovizual mediada bərabərlik və informasiya əlçatanlıq mövzusunda keçirilən görüşdə Şuranın aparat rəhbəri Fazil Novruzov bildirib. Tədbirin keçirilməsində əsas məqsəd 11 aprel 2025-ci il tarixdən qüvvəyə minən əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası qanunundakı dəyişikliklər və həmin qanuna əlavə edilmiş 12-1-ci maddənin tələbləri, həmçinin həmin tələblərin yerinə yetirilməsi mexanizmi ilə bağlı olmuşdur. Tədbir zamanı qanundakı dəyişikliklərdən irəli gələn məsələlərin icrası, informasiya proqramlarında işarət dilinin tətbiqi, eyni zamanda dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçılarının yeniliklərlə bağlı öhdəlikləri müzakirə edilmişdir. Sara Nəsirova, Sahib Səfərov, TV1.